günləri bilməkdən danışırıq. Bilmək. İnsan bildiyini ya bilir, ya da inanır, əmin olur. Bilgi skeptikdir. Yəni şübhə ilə olur. İnanmaq isə əmin olmalıdır. İnsan bu məsələdə əmin olur. Sorğusuz, sualsız. Bilmək ona görə epistemoloji kateqoriyaya aiddir, yəni şərtlərə bağlıdır. Sən necə bilirsən? Sualla, dərk etməklə, anlamaqla. Amma əmin olmaq, inanmaq psixolojidir. Burada skeptizm azalır, sorğu azalır, daha çox inanma yüklənir. Bu məsələdə Dunning-Kruger sindromunda, defektində deyildiyi kimi, yəni bilik az olduqca əminlik artır, inan yüksəlir. Cəhalətin də ona görə ən böyüyü bilməmək deyil, bilmədiyini bilməməkdir. Ondan da təhlükəlisi bildiyinə inanmaq.